Bugün Beynəlxalq Dostluq Günüdür. Dostluq həyatımızın ən dəyərli münasibətlərindən hesab olunur. Hər kəsin dostluğa fərqli baxışı, fərqli yanaşması var. Məhz bu günlə əlaqədar paytaxt sakinlərinə bir neçə sual ünvanlayacağıq. Elə isə getdik. Dostunuz üçün etdiyiniz ən böyük fədakarlıq nə olub? Ümumiyyətlə indiki zamanda dost yoxdur. İndi dost ancaq pula baxır, yəni cibində pulun olsun, o da dostdur. Yəni, ümumiyyətlə dost yalan söhbətdir. İndi yoldaşlar var, məsələn iş yoldaşı, belə yaxın yoldaş, amma dost başqadır. İnsanın ən yaxın dostu ailəsidir. Ana, ata insanın ən yaxın dostudur. Benim arkadaşlarımla ilişkilerim gerçekten çok sıkıdır. Yani birçoğu için birçok fedakarlık yaptım. Bunları söylemeyi de hiç sevmem. Ama birbirimiz için yani onların geleceğindeki bütün etkinliklerde hep benim parmağım olmuştur. Şu an tek tek söyleyip bunları yapmak istemiyorum ama gerek üniversitede olsun, gerek işte birbirimizin geleceğini planlamada olsun. Hepsine oturup bir masada birlikte karar vermişizdir. Onlar benim her şeyim. Yani artık arkadaş demiyorum. Onlar benim kardeşlerim gibi. Onları çok seviyorum. Arkadaşım için yapabileceğim en büyük fedakarlık. O anki durumuma göre yapmam gereken en büyük fedakarlığı yaparım ama durum önemli. Dostluq üçün mənə görə fədakarlığın özün düşünməyə belə yanlış. Çünki dostluq sözünün anlamı ilə özü fədakarlıq deməkdir. Yəni dostunsa artıq dost demisənsə, demək sən onun üçün müəyyən şeyləri artıq gözdən çıxartmalısan. En büyük fedakarlığım dostum için her şeyimi veririm onun için. İhtiyacı olduğu zaman hep yanında olmak. Yani her durumda yanında olmayı isterim. Pul yoxsa dost seçimində hansını seçərdiniz? İndi baxır da, indi təbii ki dost yoxdursa, əlbəttə ki pul. Nədən? Çünki dost qarın doyuzdurmur. Dost qarın doyuzdurmur. Ona görə ki pul insanın düzdür. Pul da gələr də, gedər də. Amma dost, yəni belə deyim də yoxdur. Ümumiyyətlə yoxdur. Mənim fikrimcə yoxdur. Niyə? Çünki dost da buna baxır. Dostluk çünkü gerçekten paranın kazandıramayacağı bazı şeyler var. Onlardan bir tanesi de dostluk olduğunu düşünüyorum. Onların bana paradan çok daha fazla faydası oluyor. Mutluluk gibi, huzur gibi. Arkamda durmaları, beni desteklemeleri en önemlisi de zor zamanlarımda ve en mutlu olduğum anlarda benim yerime mutlu olmaları bana paradan çok daha fayda sağlıyor. Arkadaşlık. Ne olursa olsun dostluk önemlidir. Dostum mənə satarsa, mən onu pul qarşılıq satarım. Büyük dostumu seçərdim. Çünki insanlıq hər zaman qalib gəlir. Pulu hər zaman qazanmaq olar, amma dostu sonradan qazanmaq olmur. Qadın və kişi arasında dostluq mümkündür. Xeyr, mən öz fikrimi bildirirəm. Xeyr. Niyə? Çünki mənim fikrimcə yaxşı, qadınla kişinin dostluğu hara qədər gedib çıxacaq? Onun sonu yoxdur. Sonda da məsələn qadın evləndikdən sonra onun əri, qadının əri deyir ki, dostluğu kəs, onlara dostluq qurtarır. O dostluq sayılmır. Niyə? Çünki dost elə bir şeydir ki, sona qədər, sonsuza qədər davam etməlidir. Mümkündür, qadınlar tərəfindən mümkündür, amma kişilər tərəfindən onu elə deyə bilməzdim. Bence mümkün. Hatta bazen çok iyi oluyor. Olanda olur, olmayanda olmur. Dəyişir belə şeylər. Evlənmə sonu olsa, düyməsi olsa ona basar mısınız? Arkadaşım evlenmesin diye mi? Bence Ben bekarsam o da bekar kalsın. Basarım. Ne olursa olsun. Muhtemelen daha öncesinde söylerdim ben onu. Evleniyorsa da mecbur desteklemek zorunda kalırdım. Buradan arkadaşlarınıza demek istedim. Arkadaşlarımı çok seviyorum. Onlar benim her şeylerim. Öpüyorum. Çünki dostlarım məndən də öncə evlənən dostlarım olub, məndən də sonra evlənən dostlarım olub və sevə-sevə də iştirak eləmişim toylarında. əlbəttə ki.